Avtomobil aldı rəsmiləşdirmə zamanı problemlə qarşılaşdı. Ağcabədi sakini başına gələnlərlə bağlı Xəzər xəbərə müraciət edib. Belə ki, Nəsimi Quliyev bir neçə gün öncə paytaxtdan maşın alıb. Avtomobilinin texniki baxışı olduğunu ona bildirsələr də, amma daha sonra cərimə gəlib. Keçən ilin noyabrında texniki baxışdan keçirdi. Bu 2019-un maşını gələndə yolda mənə SMS gəldi. Gəldim, baxdım ki, radar gəlibdi, yəni 45 manat cəriməsi texniki baxışına görə. Bu maşınların da ili təzə olduğuna görə, 2019 olduğuna görə bu 2 ildən bir keçməlidir. İndi bunun hələ 1 il vaxtı var. Yəni qanunsuz olaraq mənə cərimə gəlibdi. Müsahibimiz ona yazılan cərimə ilə razılaşmır. Görək, əgər o qanunlansa mən bunu ödəyim. Bununla bağlı harasa müraciət eləmişsiniz? Xeyr, müraciət eləməmişəm. Elə. Yəni 2019-cu ildə də bunlara qanunla 2 ildən birdir. Maraqlanmışam ki, 2 ildən birdir. Hələ bunun 1 il vaxtı var. Maşını da elə alıb gələndə yolda vurublar. Yəni elə bura çatmamış cərimə gəldi. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Xəzər xəbərə bildirildi ki, hadisədə heç bir qanun pozuntusu yoxdur. Qanunvericinin tələblərinə əsasən nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə dövlət texniki baxışdan keçirilməlidir. Bu xüsusda sözə gedən nəqliyyat vasitəsi istehsal olunduğu vaxta uyğun olaraq 2024-cü ilin dekabr ayının 30-nədək texniki baxışa təqdim edilməli idi. Lakin bu baş vermədiyi üçün, yəni həmin avtomobil qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə olunduğu üçün nəqliyyat vasitəsinin sahibi barədə inzibati tənbih vermə haqqında elektron qərar çıxarılıb. O da vurğulanıb ki, əgər vətəndaşın hər hansı bir şikayəti varsa, ərazi üzrə polis idarəsinə müraciət edə bilər. Ruzanna Kərimli, Şamxal Cəlloğlu, Xəzər xəbər.